Bugünkü mənbəmiz adətən öyrəşdiyimiz o 100 səhifəlik mürəkkəb qrafiklərlə dolu bir iqtisadi hesabat deyil. Yəni, nə bir tədqiqat mərkəzinin analizi var əlimizdə, nə də uzun bir akademik məqalə. Təsəvvür edin, masanın üzərində cəmi 6 söz var. Cəmi 6 söz bu qədər qısa? Bəli, yalnız 6 söz və sadəcə bir cümləlik xəbər lenti bildirişidir. Tam olaraq belə səslənir. Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı açıqlama. Və salam, bütün məlumatımız, yəni çıxış nöqtəmiz elə bundan ibarətdir. Çox maraqlıdır. Həqiqətən də müasir informasiya yükünün belə ağır olduğu bir dövrdə yaşayırıq və cəmi 6 sözün bütöv bir cəmiyyətin sabahki xərcləmə vərdişlərini, yəni bazardakı mərəkətliyini necə dəyişə biləcəyi inanılmazdır. Düzdür. Həm də sizin fərdi maliyyə qərarlarınızı da dərhal dəyişə bilər. Baxın, bugünkü dərin təhlilimizin də missiyası elə budur. Biz bu qısacıq mesajın arxasında dayanan mexanizmi açmaq istəyirik. Rəsmi anonslar necə işləyir və sizin kimi məlumatlı insanlar bu cür, belə deyək, mikro məlumatları dərhal necə emal etməlidir? Bunu aydınlaşdıracağıq. Çünki yəni gün ərzində telefonumuza gələn bildirişlərin 99% elə məhz bu formatdadır, çox qısa. Tamamilə. Və bu cür qısa bildirişlər bizim reallıq qavrayışımızı formalaşdıran əsas alətlərə çevrilib artıq. Bilirsiniz, insan beyni həmişə boşluqları doldurmağa meyillidir. Aha, təbii ki. Təfərrüatlı bir hesabat oxuyanda beyin ancaq faktları analiz edir. Ancaq ortada sadəcə belə bir qısa başlıq olanda beyin dərhal ehtimallar, fərziyələr və xüsusən də emosiyalar istehsal etməyə başlayır. Dəqiq, özümüzdən ssenarilər qururuq. Bəli, məhz bu səbəbdən cəmi 6 sözdən ibarət bir başlıq bəzən 100 səhifəlik bir büdcə sənədindən daha güclü bir kütləvi psixoloji rezonans yaradır. Yəni, biz bugün o 6 sözün anatomiyasına baxmalıyıq. Onun iqtisadiyyatda yaratdığı o zəncirvari reaksiyaları təhlil etməliyik. Sözün açığı mənə ən çox maraqlı gələn hissə mətndəki o vizual, belə deyək, dərzi işidir. Gəlin dərhal başlığın anatomiyasına keçək. Buyurun, keçək. Təqdim olunan mətndə açıqlama sözü bütünlüklə böyük hərflərlə yazılıb. Yəni, rəqəmsal ünsiyyətdə hamımız bilirik ki, böyük hərflərlə yazmaq vizual olaraq qışqırmaq deməkdir. Aha, səs tonunu qaldırmaq kimi qəbul olunur. Bəli. Ciddi bir hökumət nümayəndəsinin, yəni bir nazirin mesajını ötürən media kanalı, niyə qəfildən onlayn məkanda belə qışqırmaq ehtiyac hiss edir? Yəni, bu sadəcə təsadüfi bir redaktor seçimidir, yoxsa bunun arxasında başqa bir psixoloji məqsəd var? İnanın mənə, təsadüfi heç nə yoxdur. Bu, elmdə sakkadik göz hərəkətləri adlanan bir qanuna uyğunluqla bağlıdır. Sakkadik. Bəli. İnternetdə insanlar mətnləri sözbəsöz oxumurlar, sadəcə skan edirlər. Gözünüz saniyələr içində minlərlə pikselin üzərindən sürətli şəkildə sürüşür. Düzdür, vərəqləyib keçirik. Aha. Və açıqlama sözünün bütünlüklə böyük hərflərlə yazılması mətnin o ümumi topoqrafiyasını qırır. Sizin gözünüz istər-istəməz o fərqli formaya, o böyük vizual bloka ilişir. Yəni, kommunikasiya strategiyasında bu vizual kəsici adlanır. Vizual kəsici, çox maraqlı termindir. Bəli. O söz sizə əslində informasiyanın nə olduğunu demir, sadəcə dayan və diqqətini bura yönəlt əmrini verir şuuraltı olaraq. Bununla da xəbərin aktuallığı və belə deyək təxirə salınmazlığı süni şəkildə artırılır. Amma çox təsirli bir şəkildə. Bilirsiniz, bu mənə nəyə xatırladır? Kinoteatrlardakı o blockbuster film treylerlərini. Maraqlı müqayisədir. Yəni, film haqqında bəzən heç nə anlamırsan. Qaranlıq kadrlar keçir, sürətli musiqi çalınır, qırıq-qırıq dialoqlar eşidirsən. Amma treylerin tam sonunda o böyük hərflərlə, tezliklə sözü ekrana çırpılanda adamın ürəyi sürətlə döyünməyə başlayır. Tamamilə elədir. Yəni, süjeti bilməsəniz də böyük belə səsküylü bir şeyin yaxınlaşdığını hiss edirsiniz. Yəni, əslində ortada real məlumat yoxdur, sadəcə məlumatın gələcəyinə dair bir vəd var. Və mənə elə gəlir ki, başlıqdakı o nazirdən sözü də
Bu treylerə sanki nəhəng bir Hollywood studiyasının loqosu kimi qatılır. Elə deyilmi? Bir növ avtoritet hissi verir. Məhz avtoritet. Siz çox dəqiq tutdunuz. Özəl şirkətlər onsuz da bu texnikadan çox tez-tez istifadə edirlər. Məsələn, böyük texnologiya nəhəngləri yeni məhsul çıxarmazdan əvvəl sadəcə qaranlıq bir şəkil və bir tarix paylaşırlar. Bəli, günlərlə müzakirə olunur. Aha. Amma dövlət kommunikasiyasında bu cür yanaşma fərqli bir məqsəd daşıyır. Yəni, özəl şirkət məhsulunu satmaq üçün ajiotaj yaradır. Dövlət isə, baxın, adətən gözləntiləri idarə etmək və ya cəmiyyətdəki müəyyən narahatlığı azaltmaq üçün bu treyler mexanizmini işə salır. Yəni, qabaqlayıcı bir addım kimi. Bəli. Təsəvvür edin ki, cəmiyyətdə inflyasiya ilə bağlı bir narahatlıq var. İnsanlar maaşların alıcılıq qabiliyyətinin aşağı düşməsini hiss edirlər. Hökumət konkret rəqəmləri hesablayıb, onu büdcədən keçirənə qədər həftələr, bəzən hətta aylar vaxt gedir. Təbii ki, bürokratik prosesdir. Elədir. Və bu treyler, yəni anons, cəmiyyətə bir növ təhlükəsizlik klapanı kimi təqdim olunur ki, narahat olmayın, biz vəziyyətdən xəbərdarıq və işləyirik. Amma bir dəqiqə, yəni gözləyin. Əgər bu treyler effekti bu qədər güclüdürsə, niyə hökumət və ya rəsmi qurumlar sadəcə konkret rəqəmlər və qərarlar hazır olanda çıxıb bunu elan etmirlər? Bu çox yaxşı sualdır. Yəni, niyə ortada dəqiq heç nə yoxkən o böyük hərflərlə açıqlama deyib, gözləntini belə pik həddə çatdırırlar? Bu bir növ təhlükəli bir oyun deyilmi? İnsanları məyus etmək riski də var axı, xüsusən də söhbət iqtisadi mövzulardan gedirsə. İqtisadi mövzularda risk həmişə var, amma bayaq dediyimiz kimi o bürokratik maşın çox yavaş işləyir, lakin informasiya vakumu işıq sürəti ilə dolur. Aha, sosial şəbəkələr sağ olsun. Bəli, əgər dövlət biz maaş artırımı üzərində işləyirik siqnalını verməsə, o boşluğu dərhal fərziyyələr, yalançı rəqəmlər və dezinformasiya dolduracaq. İnsanlar rəsmi anons görəndə artıq o prosesin qanuniləşdiyinə və yalnız texniki detalların qaldığına inanırlar. Deməli, məqsəd yalan məlumatların qarşısına almaqdır bir növ. Təbii belədir. Bu, bəlkə də qismən məyusluq riski yaratsa da, kütləvi təşviş və ya narazılıq riskindən daha idarə oluna bilən bir vəziyyətdir. Eyni zamanda bu cür başlıqlar iqtisadiyyatdakı o digər aktorlara da, məsələn, bizneslərə, banklara da hazırlaşın mesajı verir. Aha. Gəlin elə o digər aktorlar və bazarın reaksiyası məsələsinə biraz dərindən girək. Biz cümlənin vizual qabığı barədə, niyə belə qışqırması barədə danışdıq. İndi keçək əsas məğzə, yəni maaş artımı ifadəsinə. Ən həssas nöqtəyə gəldik. Bəli. Bu iki söz sizin, mənim və yəqin ki, bizi dinləyən hər kəsin diqqətini dərhal cəlb edir, çünki birbaşa pul kisəmizə toxunur. Amma iqtisadiyyat axı qapalı bir ekosistemdir. Biz sadə vətəndaş olaraq maaş artımını eşidəndə əlbəttə sevinirik. Təbii. Düşünürük ki, gələn ay o çoxdan da istədiyimiz yeni telefonu ala biləcəyik ya da nə bilim bir tətili planlaşdıracağıq. Amma reallıqda pul kütləsi artanda bazar buna dərhal necə reaksiya verir? Yəni, bir dinləyici olaraq sadəcə artım eşidib sevinməliyik, yoxsa